Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə çox dadlı qozlu kətə reseptini paylaşıram. Qaba 4 stəkan un, 200 qram söyüd kərə yağı əlavə edib umaz edirəm. Üzərinə 2 xörək qaşığı şəkər tozu, 1 paket vanil, yarım çay qaşığı qabartma tozu, çay qaşığının uzunluğu duz əlavə edib qarışdırıram. Daha sonra üzərinə 200 qram xama, 2 ədəd yumurta əlavə edib xəmir yoğururam. Ələ yapışmayan xəmir olmalıdır. Xəmiri 2 hissəyə bölüb kündə edirəm. Soyuducuda 30 dəqiqə saxlayıram. İçlik üçün 200 qram üyüdülmüş qoz ləpəsinin üzərinə 1 stəkan şəkər tozu, 1 paket vanil əlavə edib qarışdırıram. Tezgahın üzərinə un əlavə edib xəmiri yayıram. Xəmirin üzərinə bitki yağı çəkirəm. Sonra içliyi əlavə edib hər tərəfinə bərabər şəkildə yayıram. Sonra bu formada bükürəm. Üzəri üçün 1 ədəd yumurtanın sarısına 1 çay qaşığı süd əlavə edib qarışdırıram. Xəmirin üzərinə çəkirəm və hissələrə bölürəm. Digər kündəni də eyni bu qayda ilə hazırlayıram. Videonun reseptini həmişə olduğu kimi açıqlama bölməsində qeyd edəcəm. Soba tavasına düzüb 180 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirirəm. Kətələr hazırdır. Çox ləzzətli, ağızda əriyən ideal kətə reseptidir. Bu reseptlə 24 ədəd kətə alındı. Videonu bəyəndinizsə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.